Salam hörmətli şagirdlər. Bu gün söz önü mövzusuna aid olan 9-cu sinif test toplusunun suallarına baxacağıq. Deməli, you can translate this article with the help of dictionary. Yəni tərcümədir burada. Qeyri-adi bir izahlı bir şey yoxdur. Yəni tərcümə bilmək lazımdır. Deyir ki, sən bu məqaləni lüğətin köməyi ilə tərcümə edə bilərsən. Yəni ilə, with. Yəni burada qeyri-adi, yəni into içinə deməkdir, of on in deməkdir. In içində, dadə, of da ki, yəni adətən yandırmaq, söndürmək, kənar etmək mənalarında işlənir. Burada return var. Return qayıtmaq deməkdir, geri qayıtmaq. Yəni adətən istiqamət bildirir. İstiqamət bildirinə görə bundan sonra istiqamət bildirən sözün işlənməlidir. Ətin mənası dadə, onun mənası dadə, ofun mənası in. Qayıtmaq deyirsə Glasgow down olar da. Down da nədir? From. Yəni bəzi eləyə bilməyən şagirdlər üçün, yəni deyim ki, tərcümədir. I am staying nə deyir burada? Mən qaldım at the Smiths. Smiths burada at qarşısında olmağı nə deməkdir? Smithlərin evində qaldım. Mr. Smith və onun ailəsi ilə nədir? With. İlə with. Yəni bu da tərcümə edilmiş şəkildə. Mr. Smith və onun ailəsi ilə Mr. Smithlərin evində qaldım. What did you train? What did the train leave? Leave sözündən sonra ya for işlənir. Leave sözündən sonra ya for işlənir, yaxud da boşluq işlənir. Leave for getmək deməkdir. Harasa üçün tərk etmək, yəni getmək. Leave-dəki tərk etmək. Yəni burada olacaq nə? Leave-lə for. Yəni leave-dən sonra çox suallarda qarşınıza çıxacaq. Leave-in keçmişi bu arada onu da deyim ki, leave-in keçmişi left-dir. Bəzi suallarda left də qabağınıza çıxa bilər. Left-dən sonra ya boşluq ya da for olacaq. Take nə deməkdir? Götürmək. Götür əşyalarını çamadanın içindən çölə. Biz demişdik ki, bunu put olanda, bax, altdakı sualda putdur, üstdəkində take-dir. Götürmək deyirsə, içindən çölə olur nə? Out of. Out of. Qoymaq deyirsə, nə olur? Into. Into mənası içinə deməkdir. Into mənası içinə deməkdir. Out of, içindən çölə. Out of, bax, gördüyünüz kimi, burada içindən çölə. Into isə içinə. Yəni deyir ki, qoy əşyalarını çəkməcənin, drawer çəkməcə deməkdir. Bu siyirtmə deyirsiniz, çəkməcə deyirsiniz. Onun içinə qoy. Put içinə qoymaq, take içindən çölə götürmək, out of. Answer sözü, bəzi fe'llərimiz vardır ki, onlardan sonra söz önü işlənmir. Həmin fe'llərdən biri də answer'dır. Answer, visit, respect, bu kimi fe'llər vardır ki, onlardan sonra söz önü işlənmir. Answer sözü isim kimi olsa, ondan sonra to işlənir. Fe'l kimi oldu, ondan sonra söz önü işlənmir. Ona görə də burada answer'dan sonra olacaq nə? Boşluq, yəni A variantı. Çünki answer sözü burada fe'l kimidir. Mike lay, Mike uzandı. Yatağın harasına uzanar? Yatağın uzandı, yataq ilə uzandı, yataqdan uzandı, yataq üçün uzandı, yatağın üzərində uzandı da. Cavab olar 10. Cavab olar 10. Rely. Rely ilə nə işlənir? Rely on. Yəni bu da ifadə olaraq var. Mən qayda kitabımızda bizim qeyd etmişəm. Bizim qayda kitabımızda qeyd etmişik. Rely on, rely upon. İndi bəzilərini qoy mən dedikcə həmin o qaydadan sizə göstərim. Qaydadan sizə göstərim ki, onda olduğunu görmüş olasınız ki, hardaydı, yəni deyə bilərsiniz. Bizim burada ifadələri qeyd etmişəm. Mən test toplusundakı ifadələr, bu düzdür, 2023-ün test toplusudur. Oradakı ifadələrdir. Amma demək olar ki, elə ardıcıl olaraq uyğun gələcək burada. Leave-dən sonra ya boşluq ya for, rely ilə on ya da up'ın etibar etmək. İndi görək sırada proud gəlirmi, gəlmir, baxarıq. Minik vasitələrlə biz işlədirik by. Cavab olur nə? A variantı. Bunun da qaydası belədir. Burada qeyd etmişik bunun da qaydasını. Minik vasitələrinin qarşısında by işlənir. Məsələn, burada qeyd etmişik, təyin edici olmayanda by işlənir. Məsələn, deyək ki, by bus, by train, by plane, hamısından by işlənir. By taxi, by car, hamısı ilə. Amma minik vasitələrin qarşısında təyin edici olduqda, təyin edici nədir? Article, yiyəli əvəzli, burada qeyd etmişəm təyin edici nə olduğunu. Article, yiyəli əvəzli, işarə əvəzli, yiyəli aldı olan söz. Bunlar olarsa 10 işlənir. Təyin edici olmasa by işlənir. Məsələn, by bus, amma article var deyə burada qarşısında nə işlətmişik? 10 işlətmişik. 10. By bus, amma on a bus. By train, on this train. Fikir verirsə 10 var. Sonra by horse, on his horse. Amma carla taksidə qarşısında by olur, amma təyin edici olanda, məsələn, his var deyək ki, və yaxud da this var, və yaxud da a var. Hansısa bir təyin edici olanda nə işlədik bunun qarşısında? In işlədirik. Təyin edici olmayanda by, təyin edici olanda in. Piyada olanda da nə işlədirik? On foot.
Bunu da demişdik. Şimdi burada da təyin edici yox diye taxin qarşısında nə olacaq? By taxi. It's not safe. Bu təhlükəsiz deyil. Uşaqlar üçün təhlükəsiz deyil. Oynamaq kibrit ilə. Mət sözü burada uşaqlar kibrit deməkdir. Mətin mənası. Yəni oyun demək deyil. Oyun ilə oynamaq deyil. Yəni orada kibrit ilə oynamaq uşaqlar üçün təhlükəsiz deyil. Uşaqlar üçün. Yəni qalanlarında heç bir uyğun gəlmir. Uşaqlardan, uşaqlara, uşaqlar tərəfindən. Yenə də o ikinci tərəf onsuz da uyğun gəlməyəcəkdir. Proudla dedik ki, nə işlədirdik? Of. Yəni bu da burada ifadələrimizdə bizim bayaq qeyd etdik ki, var idi ifadələrin içərisində. Proud of burada 5 nömrəli ifadə idi. Proud of. Bu put into, take out of bu da burada var. 7-8 bayaq dediklərimiz bu da burada var idi. Deməli, proudla nə işlədirik? Of. Fəxr etmək. Left living keçmişidir. Bu da bayaqlarım dedik. Bu da bayaqlarım burada qeyd etmişik. Leave-lə nə işlədirik? Ya boşluq ya da for işlədir. Leave boşluq ya da leave for. Nədir? Tərk etmək ya da getmək. Leave-lə olur nə? For. Agree-lə uşaqlar, bu da görə indi ifadələrimizdə varmı bizim? Agree-lə with işlənir. Agree with somebody. Bu da ifadədə var. Agree with. Olacaq cavabımız nə? Y variantı. Sizə göstərə gedirəm ki, baxın orada var. Yəni sonra eləyə bilmədik deməyin də. Yəni qaydanı oxumaq lazımdır. To be pleased with nədənsə məmnun olmaq. Burada pleased-lə with işlənir. Bu da yenə ifadələrimizin arasında var. Bu bəzi eləyə bilmədim deyən yoldaşlar üçün deyim ki, bu ardıcıllıqla gedir özü hətta. Sıraya baxın, ardıcıllıqla gedir. Pleased with. Sonra bəzi uşaqlar deyirlər ki, biz test eləyə bilmirik. Yəni görürsünüzmü? Yəni sadə şeydir. Hətta burada məsələn bax, in the life, həyatda. İndi fikir verirsiniz bax, in his life. Fikir verirsiniz? Hətta o da var, yəni sıralama olaraq. Nə deyir o da? It played an important role. Bu çox vacib rol oynayır onun həyatında. In his life. Dostlar görüşdülər. Zooparkda nə olar? At the zoo. Zoopark ilə görüşdü. Zooparkın arasında görüşdü olmur. Yəni bitvinə sonra cəmsim gəlməz. Üstündə görüşdü. Zooparkın görüşdü. Zooparkda görüşdü olar. At. Come nə deməkdir? Gəlmək. Nə işlənir come-dan sonra? İstiqamət bildirən söz işlənir. Gəlmək deyirsə, istiqamət between arasında at dadə, of on in, with ilə dan olar da. Nə deyir orada? Şotlandiyanın cənubundan gəldi olar. To be interested. To be interested nə deməkdir? Nə iləsə maraqlanmaq. To be interested nə işlədirik? Uşaqlar, to be interested in. Və burada 19-cudadır fikir verirsə, to be interested in. Burada da olacaq nə? Nə iləsə maraqlanmaq. Afraid-lə of işlənir. Uşaqlar, bunu da yəni eyni şəkildə. Dedikcə sizə göstərə gedirəm ki, sonra bəhanəniz olmasın. Afraid of var idi axı. 20-cidə elə ardınca-ymış elə. Afraid of. Dediyim kimi 2023-ün toplusundan eynidir demək olar ki 9-un toplusu. Afraid of. Arrive 10 minutes. 10 minute nə demək? Müddətdir da, düzdürmü? Müddətdirsə, arrive'dan sonra biz bilirik ki, ya ət ya in işlənir. Amma burada arrive'a görə deyil uşaqlar. Arrive'a görə deyil burada. Burada müddətə görədir. Arrive'dan sonra ət və yaxud da in necə işlənir? Arrive'dan sonra ət kiçik yerlərə çatmaqdır, in böyük yerlərə çatmaqdır. Burada isə yer yoxdur. Avtobus çatacaq in 10 minutes. Nə deməkdir o mənası? 10 dəqiqə içərisində, 10 dəqiqə müddətində. Deyəcəksiniz ki, bəziləri deyəcək ki, axı biz onu hardan bilək, necə bilək? Yəni bunun da qaydasını biz burada qeyd etmişik deyə bilərik. Və burada fikir versəz əgər, burada qeyd yazmışam. In söz önündən sonra müddət işləndikdə gələcək məzmunu bildirir və əsasən gələcək zamanda işlənir. Məsələn, in an hour, in 2 years, in a moment və s. Məsələn, qatar gələcək bir neçə dəqiqə içərisində, bir neçə dəqiqə müddətində, bir neçə dəqiqə sonra kimi də tərcümə oluna bilər. Yəni, fordan və indən sonra nə işlənir? Müddət işlənir. Fordan sonra müddət, indən sonra müddət. Fordan sonra işlənən müddətin mənası adətən bitmiş zamanlarda işlənir, in isə adətən indiki və gələcək zamanda işlənir. Burada da yəni qatar gələcək 5 dəqiqə içində, 5 dəqiqə müddətində. İndən sonra nə gəlir? Yenə də müddət. Yəni orada arrive'a görə deyil dediyim kimi. Speak-dən sonra nə işlədir uşaqlar? Speak-dən sonra ya to işlədir, ya da about işlədirik. Speak, talk. Bunlardan sonra ya to işlədirik. Burada da 13-cü. Belə ardıcılığı fikir verirsiniz, eyni ardıcılıqdır bax. Speak to. Kiməsə danışmaq. Speak about nəsə haqqında danışmaq. Burada hətta qeyd edəmişəm. Speak to, talk to, say to. Amma tell-lə to işlənmir. Speak-dən, talk-dan sonra about somebody və yaxud da something də gələ bilər. Nəsə haqqında, kimsə haqqında onda about olur. Düzdürmü? Tell-dən sonra boşluq olur.
Speak to ya da about olur. Cavab olur nə? C variantı. Yani T'den sonra boşluk olur. Tell'dən sonra bəli, to işlənmir. Tell somebody about something olur. Amma tell'dən sonra kiməsə nəsə demək mənasında to işlənmir. Qalanlarda işlənir. Nelly qaldı, dayandı, qohumları ilə. Qohumları ilə. Biz. Onsuz da orada başqa variant yox. Qohumların içində, qohumlarının, qohumlarına, qohumları üçün. Yəni qohumları ilə qaldı. Qalır daha doğrusu. Sonra soyuq bir yanvar səhəri deyəndə uşaqlar burada gün nəzərdə tutulur. Əgər normalda yanvar aydır, in işlənər, düzdürmü? Morning-də yenə in işlənər. Amma soyuq bir yanvar səhəri deyəndə burada article nəzərdə tutun. Soyuq bir yanvar səhəri deyəndə orada gün nəzərdə tutulur. Ona görə 10 işlənir. Soyuq bir yanvar səhəri, isti bir yay axşamı. Bunlarda uşaqlar yadda saxlayın. Article varsa burada nə işləyəcək hamısıyla? 10 işləyəcək. Sonra Baku is the center of Azərbaycan cultural life. Azərbaycan mədəni həyatının mərkəzidir. Azərbaycan mədəni həyatının mərkəzi. Tərcümədir yəni burada. Azərbaycan mədəni həyatının mərkəzi. Yəni qalanlar uyğun gəlmir. Mədəni həyatı ilə yaxud da başqa bir şey. Left living keçmişidir. Bayaq dedik ki, ya for işlənir, ya boşluq işlənir. Sonra deyir ki, what are these spoons used for? Used for deyil. Burada what for'dur. Nə üçün? What for nə demək mənası? What for. Nə üçün deməkdir? Mənası niyəyə bərabərdir. Amma burada niyə mənasında deyil də. Burada nə üçün istifadə olunur bu qaşıqlar, spoon? Sonra turnla ya bilirik ki on ya da off olar. Turn on, turn off bu verilənlərdən. İşığı turn on yandırmaq, turn off söndürmək. Enerjiyə qənaət etmək üçün nə edərsən? İşığı söndürərsən, turn off olar. 3 dənə şam var, stolun üstündə olar da, düzdürmü? Into içinə deməkdir, istiqamətdir. Between-dən sonra cəm ismi işlənir. Table təkdir. Stoldan, stol ilə, stolun üstündə olar da. Dekabrın 25-i nədir? Gündür. İnsanlar Christmas'ı qeyd edirlər, miladı qeyd edirlər. Dekabrın 25-də bu nədir? Burada 10 işlənir. Çünki niyə? Gündür. Dekabr olsaydı in işlənəcək. Dekabrın 25-i gün olduğuna görə 10 işlənir. Növbəti də biz bayaq dedik ki, piyada olanda nə idi? 10 foot. Bayaqlam qeyd etdik ki, minik vasitələrlə bay işlənir, amma piyada olanda nə idi? 10 foot idi. Aha. Daha sonra England nədir? Ölkədir. Ölkə adı ilə nə işlədirik? In işlədirik. Ölkə, şəhər, planı in işlədirik. In England. İtali nədir? Ölkədir. Ölkə adı olduğuna görə nə işlədirik? Yəni in işlədirik. İtaliyada. Yaşayır Spain, İspaniyada yəni nə işlədirik? In işlədirik. Tom is the best student in the class. Sinifdə. Sinifdə nə işlədirik yenə? In işlədirik. Tom sinifdə ən yaxşı tələbədir. Sonra I think there is someone. Mən fikirləşirəm ki, kimsə var evin içində yoxdur variant. Yer bildirən olmalıdır da. Qarşısında, arxasında və s. və ilaxir. İçində, in front of. Qalanlarında yer bildirən yoxdur. Ev ilə, evin, ev üçün. Qalanlar uyğun gəlmir. In front of, evin qarşısında kimsə var. The Whites arrive in London by plane. Təyyarə ilə. Minik vasitələrlə biz nə işlədirdik? By işlədirdik. Düzdürmü? On olması üçün necə olması lazım idi? On a plane olsaydı, on the plane, on this plane, təyinləyici olsaydı on olurdu. Təyinləyici olmayanda by işlədirdik. Sonra we had a wonderful time. Biz yaxşı vaxt keçirdik. At the party. Partidə, konsertdə, meetingdə, yəni iclasda bunların hamısını nə işlədirik? At işlədirik. Həftənin günündən sonra gün hissəsi gələndə 10 işlədirik. Normalda night-la at işlədirik, amma həftənin günündən sonra gün hissəsi gələndə 10 işlədirik. Bu da qaydada qeyd etmişik biz. Həftənin günündən sonra gün hissəsi gələndə nə işlədirik? 10. Göstərməyə ehtiyac varsa göstərə də bilərik. Var ehtiyac? Buradadır bax. Əzbərləyən uşaqlar bilərlər yəqin ki. Burada qeyd etmişəm. Həftənin günündən sonra gün hissəsi gəldiyinə görə, hətta burada Sunday night, elə Sunday night imiş elə olan variantda. Saturday night'dır burada. Sonra burada day ilə nə işlədirik biz? Day ilə. Day ilə nə işlədirik? 10.
İkincidə on olan variant hardadır? Bir dənəsindədir. Çox gözəl idi, çox yaxşı idi dənizin near yaxınlığında, isti bir gündə. Sonra burada Wilson gəldi evə, Mr. Wilson evə gəldi. In his car. Bayaq dedik ki, necə idi qayda? By car, amma in his car. Təyinci olanda in işlənir, təyinci olmayanda by işlənir. Carla təqsidə. Qalanlarda nə işlənirdi? Qalanlarda nə işlənirdi? Təyinci olmayanda by, olanda on. Ekskursiyaya getmək, səyahətə getmək və s. getmək mənasında biz nə işlədirdik? Go on işlədirdik də, düzdürmü? Bax, go on holiday, go on excursion, səyahətə getmək. Burada ki verirsiniz. Bunların hamısını nə işlədirik? On işlədirik. Ona görə də on excursion, həftənin günlərini nə işlədirik? Həftənin günləri deyil, daha doğrusu gün hissələri ilə nə işlədirik? Normalda at, amma evening, morning, afternoon 3 dənə gün hissəsidir ki, bunlarla in işlədirik. Qalır cavab nə variantı deyil. Morning, evening, afternoon. Biz hara getdik? Düzdəyik, düzdür, 43-də. Deməli, wait ilə uşaqlar for işlənir. Wait for somebody. Wait for. Biz gözlədik. For. Ofisin içinə gözlədik, yoxsa ofisdə gözlədik. Ofisdə. Yəni into istiqamətdir da. İstiqamətin əlaqəsi yoxdur. Biz qaldıq evdə. Evdə nə olur? Evlə nə işlədirik? At. Evdə. Müddətlə nə işlədirik? For. Yəni bir həftə müddətində. For. Told, telin keçmişidir. Biz bayaq dedik ki, bayaq soruşdu, uşaqlar da soruşdu ki, məsələn, burada var idi bax, speak, talk, say, onlardan sonra to işlənir, amma teldən sonra to işlənmir. Amma teldən sonra necədir qaydamız? Tell somebody about something. Yəni teldən sonra birbaşa, burada bax, fikir verin buranı. Speak to somebody about something. Talk to somebody about something. Say to somebody about something. Amma tell və yaxud da ask olan da orada to işlənmir. Somebody about something. Bu belə idi qayda. Kiməsə nəsə haqqında demək. Deməli, burada indi qaydamız nə olacaq? Told Daniel, biz Daniel'e dedik. Axırıncı görüş haqqında. About. Deməli, boşluqla about olan variant alırsa, boşluq olan variantı tapırsan, cavab çıxır da orada. Növbəti sualımızda be careful not to drop the plates. Nə diqqətli ol deyə salmadığı boş qabları daş döşəmənin harasına salarsan? Üstünə on dedi, said sayın keçmişidir. Dedi qız balaca qardaşınla. Say ilə nə işlədirik biz? To, say to. Go'dan sonra nə işlədirik? Parisə getmək. To Paris on business. Bayaq dediyimiz söhbətdə go on business. İkisi də go'ya görədir. Go to Paris on business. Tərsinə olsaydı go on business to Paris olacaqdı. Yəni bayaq dediyimiz söhbətdə bunu bildikdə, yəni bir də bura qayıt göstərməyim. Yəni biznes səyahətinə getmək, yaxud da ekskursiyaya getmək, bunlar hamısı nə idi? Onunla idi də. Bayaq diqqət yetirdiniz ora. Bax, go on holiday, go on excursion, go on business. Bax, burada görürsünüz, ən axırda businessdir. Gördünüz? Ən axırda. Həmin qaydaya əsasən go to Paris, Parisə getdi biznes səyahətinə. Deməli, to ilə 10 olan variant hansıdır? Yerdədir. Mən postkart aldım valideynlərimdən. Onlar da, düzdürmü? Onlar tətildədirlər. Harda? Romada. In Rome. Farla nə işlədirdik biz? Far from. Far from'u tapdınsa cavabı tapdın deməkdir. Far from, away from. Yaşayırdı balaca bir şəhərdə. Şəhərlə də nə işlədirik? In. Not far from the capital. Yəni paytaxtdan uzaqda olmayan balaca bir şəhərdə yaşayırdı. Visitdən sonra sözünü işlənmir. Birincidə boşluğu tapdıq. Hospital'la da in işlənir. Uşaqlar, biz bilirik ki, binalarla normalda nə işlədirik? Ay soğuk. Amma hospital, jail, prison kimi sözlər vardı ki, hospital, prison və jail kimi sözlər vardı ki, bunlar istisnalıq təşkil edir.
Bunlarla ancaq in işlənir. Bax, burada qeyd etmişəm, bax. Qeyd. Hospital, jail, prison sözləri ilə nə işlədirik biz? In işlədirik. Bu bir. Yəni, burada bu bir məsələdir. İkincisi, visitdən sonra sözünün işlənməməsi məsələsi idi ki, bəzi feillər vardır ki, onlardan sonra sözünün işlənmir. Onlar da qaydamızda bizi qeyd etmişik. Burada baxsaz görəcəksiniz ki, deməli, burada görəcəksiniz ki, answer, visit, attend, watch, reach, tell, address, approach. Yəni, burada qısacası visit var da, yəni gördüyümüz kimi. Yəni, bunlardan sonra nə işlənmir? Sözünü işlənmir. Gördüyümüz kimi, yəni to işlənmir. Bunlar isim kimi olsa, answerla visit isim kimi olanda, onların sonra to işlənir. Amma feil kimi olanda sözünü işlənmir. İndi burada da visit sözü nə kimidir? Feil kimidir. Ona görə nə olacaq? Boşluq. Yəni, aşağıda da visit sözü feil kimidir deyə birincidə boşluğu tapdın. Mən ziyarət etdim qohumlarımı, boşluq. Harda? Kənddə. Kəndə olmaz da, kənddə olar. Ona görə olur nə? In. Kəndə ziyarət etdim, onu kənddə ziyarət etdim. Uşaqlar keçdilər məşhur şəklin yanından, yaşlı rəssam tərəfindən çəkilmiş. Painted by an old artist. Yaşlı rəssam tərəfindən çəkilmiş. Bayın mənası nə idi? Tərəfindən. Without stopping, dayanmadan, to look at it. Look at nə deməkdir? Baxmaq. Onsuz da look to deyə bir şey yoxdur. İkinci tərəfdə. Look off deyə bir şey yoxdur. Look for var, bir də look at var. Look for axtarmaqdır, look at baxmaqdır. Yəni, uşaqlar keçdilər məşhur şəklin yanından, buradakı bayın mənası yanındandır, bu işarələdiyim bayın mənası. İkinci bayın mənası tərəfindəndir. Take an exam in, have an exam in ifadədir. Take an exam in. Həftənin günündən nə işlədirik? 10. Have an exam in, take an exam in. Həftənin günündən 10. Burada həftənin günündən sonra günün hissəsi gələndə bayaq nə işlədirdik? Həftənin günündən sonra günün hissəsi gələndə nə işlədirdik? Məcbur eləməyin, mən hər dəfə açıb göstərmək o yeni yeri. Həftənin günündən sonra günün hissəsi gələndə 10 işlədirik. Bayaq burada qeyd etdikdə bu qırmızı ilə yazmışam. 10. Sonra next-dən və last-dan sonra zaman anlayışı gələndə isə at in 10 işlənmir. Boş. Ona görə boşluq olacaq. Bu da qaydada qeyd etmişik bunu da. Bir daha deyirəm. Next, last, this, every sözlərindən sonra zaman anlayışı gəldikdə onların qarşısında nə işlətməliyik biz? At in 10 işlətməliyik. Since işlənər, by işlənər, amma at in 10 işlənmir. Ona görə də ikincidə nə olacaq? Boşluq. Sonra burada nə deyir? Call. Call feili özündən sonra sözünü tələb etməyən feillərdir. Onsuz da eveninglə in işlənən variant tapsan, 2 dənə variant var. Call to deyə bir şey olmur, call olur təkcə. Call elə bir ki, say kimidir. Say demək feili kimidir. Yəni, bu da ifadələrimizin arasında, bəli, görsəz, baxsanız, görəcəksiniz ki, orada vardır. Bilmirəm, sadəcə olaraq yeri haradaydı, amma var. Nömrəsini bilmirəm. Burada gördüm, kol 71'dəymiş. Koldan sonra görürsən, xət qoymuşam. Attenddən sonra xət qoymuşam. Visitdən, answerdən sonra xət qoymuşam. Onlardan sonra, yəni, sözünü işlənmir. Deməli, ona görə də burada belə. Deməli, sonra evening, in the evening, birincidə ini tapdın. Sonra happen to us, bizə olmaq, bizə baş vermək, bizə olmaq, happen to-dan to işlənir. Yəni, o da, yəni, burada ifadələrimizin arasında uşaqlar vardır. Sadəcə olaraq yerini bilmirəm, yenə də hansı. Çünki ardıcılıq dəyişib köhnə toplu ilə. Burada var, 34-cü sözdür. Happen to, görürsünüz. Yəni, sadəcə olaraq 2023-ün toplusundakı ardıcılıqla gedib burada. İndi burada sualların yerləri dəyişibdir, ona görə uyğun gəlməyə bilər. Deməli, happen to, sonra nə oldu? Eveningdən də in the evening. 57-ci sualda the girl sat down, oturdu. Skameykanın arasında oturarsan, üzərində olur on. Speaklə də dedik ki, kiməsə danışmaq olanda to olur, amma nəsə haqqında olanda olur, nə? About. Burada da hadisəyə danışmıyorlar, hadisə haqqında danışırsan, onlar about. Good-la at işlənir, listen-la da to işlənir. Bunlar ikisi də ifadədir. Good at, listen to. Yəni, bunlar da ifadə olaraq ikisi də vardır, uşaqlar. Good at, listen to.
Sadəcə nömrəsini deyə bilmərəm, hardadır, neçənci nömrədir, amma var. Good at, bad at. Bax, burada bax, good at, görürsünüz. Good at 22-cidədir. Listen to da indi var burada, amma sadəcə bilmirəm, yəni nömrəsini yenə deyirəm, bilmirəm. Listen to da 38-dəymiş, bu listen to. Deməli, ifadələrimiz gördüyümüz kimi burada hamısı var. Yəni eləyə bilməyən yoldaşlar üçün good at, listen to, at-lə to hardadır? A-da. Növbəti sualda good at yenə də good at, look at, yəni cavab oldu nə? D variantı. Sonra minik vasitələri ilə nə işlədirik biz? Biz Londona getdik, təyyarə ilə. İlə nə olacaq? By. Minik vasitələrlə by işlədirdik. Take care of ifadədir. Afraid of ifadədir. Take care of yəqin ki var. Take care of. Yoxdur. Take care of. Take care of. O olmamış deyil. Var burada ama indi yerini tapamadım. Yəqin ki var. Afraid of 100% var. O. Afraid of burada var idi. Deməli, take care of qayğısına qalmaq, afraid of da qorxmaq deməkdir. Deməli, ikisinə də of uyğun gəldi. To be fond of nəyisə çox istəmək. Bu da ifadələrdə var. To be fond of. Talkla da ya to olur ya da about olur. İndi adam olsaydı to olardı. Havaya danışma olmazsa hava haqqında danışmaq olar. Haqqında da nə olacaq? About. Can sonunda about olacaq. Bayaq dedik. Explain to ifadədir. Barbara invited me to the wedding party. Barbara məni dəvət etdi toy partisinə, toyuna, yəni to. Explain to ifadədir. Explain to. Explain to işlənir. İkisindən sonra to işlənən variantdır. Zal bəzədilmişdi. Balonlar, yəni şarlar ilə uşaqlar tərəfindən. Deməli, ilə biz tərəfindən nədir? By. Deməli, birincidə oldu nə? Biz, ikincidə oldu nə? By. Tərcümədir yəni. Sonra, look-dan müxtəlif sözlər işlənirdi. Qəzeti, look after nə deməkdir? Qayğısına qalmaq. Qəzetin qayğısına qalmaq olmaz da. Təkcə look-un mənası heç nə olmayanda görünmək deməkdir. Əlaqəsi yoxdur. Look for axtarmaq. İndi qəzeti nəzərdən keçirdi, look through elədi və tapdı məqaləni hansını ki neyirdi? Look for eləyirdi, yəni axtarırdır. Yəni look after qayğısına qalmaq, yəni uyğun gəlmir. Deyir ki, Michael... After sonra deyil. Yox, look after qayğısına qalmaq, ifadədir. Look-la işlənən ifadələr baba, fikir ver. Look at, baxmaq. Look for nədir? Axtarmaq. Look through, nəzərdən keçirmək. Fikir ver, look through. Look after qayğısına qalmaq. Look like, bənzəmək. Look up, lüğətdə söz axtarmaq. Look out, diqqətli olmaq və s. Deməli, indi burada da deyir ki, look through elədi, yəni nəzərdən keçirdi qəzeti və tapdı məqaləni hansını ki, neyinirdi? Axtarırdı. Return nə deməkdir? Qayıtmaq. Qayıtmaq deyirsə orada necə bir sözlə işlənməlidir? To ya da from işlənərdir, düzdürmü? Ya harasa Londona ya da Londondan olar. Ya to olar ya da from olar. Aprelin ikisi də gün olduğuna görə nə işlənər o ilə? Cavab oldu B variantı. Yəni, qayıtmaq deyir, ya to ya from olar, amma avqustun 23-nin 10 olar. İkincidə 10 olan variant tapsan, 2 variant var. Qayıtmaq deyirsə, Londonda qayıtmaq, Parisdə qayıtmaq olmur da, Parisə, Parisdən from olardı orada. Növbəti sualda it's unwise. Unwise nə deməkdir? Yəni, ağılsız da, yəni ağıllı bir şey deyil. Yəni, absent-lə nə işlənir? Absent from. Absent from. Absent from onsuz da bir variantda var. It's unwise of you. Bu sənin axmaqlığındır ki, to be absent from. Səhv getdik. Səhv getdik. Tamam. Bu üzə baxmamışam. Sorry. 68'də baxmalıyam. 68. Depend on. Canlı yayında belə şeylər olur. Depend-lə nə işlədirik? Depend on. Sonra by bus. Birincidə on, ikincidə by. Niyə ikincidə on olmadı? On bus olsaydı olardı.
Təyinedici olsaydı. Təyinedici olmayanda necə olurdu? By bus. Təyinedici olmayanda by, təyinedici olanda on. Bayaq izah eləmişdim. Sonra turistlər ziyarət etdilər. Vizitdən sonra sözün işlənmir, feil kimi olduğu üçün. Birincidə boşluğu tapdınsa, sonra leftdən də ya for ya boşluq olur. Left to olmur. Left living keçmişidir. Bunu da bayaqdan neçə dəfə dedik sualda. İndi gəlirik left. Tərk etdi. Tərk etdi deyirsə, tərk etdiyi yer varmı? Yoxdur. Yox, burada night'dır da. Tərk etdiyi yer yoxdur. Demək, tərk etməyə görə baxmayacaq. Night'a görə baxacaq. In night olmaz. On night olmaz. At night olar, amma before night olar da. Gecədən əvvəl. Dawn sözü sübh çağı deməkdir. Gün hissəsidir. O ilə də nə işlədirik biz? At. In işlətmərik, on işlətmərik. Qaldı cavab nə deyə var. Başa düşdükmü? Dawn nə deməkdir? Sübh çağı deməkdir. Night nə deməkdir? Gecə deməkdir. Gün hissələrini biz nə işlədirik? At. Mən variantı gördüm necə çıxdım. Before'u birbaşa çıxmadım. Niyə? Çünki before night ola bilərdi də. Ona görə birbaşa çıxmadım. Amma hər ikisində in olan variantları və on olan variantları çıxdım, cavabı tapdım. Yəni night sözü ilə, bu night'la. On night olmaz. On night olmaz. In night olmaz. Düzdürmü? İndi ikincidə left nədir? Living keçmişidir. Leftdən sonra to işlənmir də. Ya boşluq işlənir, ya boşluq ya da for işlənir. Left living keçmişidir. Sonra Şeyla özünü necə hiss edirdi? Yalqız hiss edirdi. İndi between-dən sonra necə isim gəlməlidir? Cəm. Friend sözü təkdir. Uyğun gəlmir. Dostluq üçün, yoxsa dostsuz? Dostsuz. Burada askdan sonra şala sözün işlənmirdi. Bayaq dedik. Ask, tell, onlardan sonra sözün işlənmirdi. Ona görə ikincidə boşluq olan variantı baxsaq, özünü tənha hiss etdi və xahiş etdi ona ki, gəlsin onun yanına. Dostsuz, dostu olmadan. Lonely, yalqız. A large crowd of people. Nə deməkdir bu mənası? Böyük insan kütləsi. A large crowd of people. Böyük insan kütləsi. İki hündür adam tərəfindən başçılıq edilən böyük insan kütləsi. Crowd, kütlə, izdiham, yəni belə topluluq. Were hurrying. Tələsirdilər. Hara? Meydana. To the square. Meydana. Burada baxın. What's the cheapest way of getting London, Edinburgh? İki dənə yer var. Londondan Edinburgh'a ya da Edinburgh'dan Londona. Yəni iki dənə yerdirsə, ya to from işlənəcək, ya da nə işlənəcək? From to işlənəcək. Cavab olur nə? Londondan Edinburgh'a getməyin ən qısa yolu nədir? Burada deyir ki, what transport is the faster for getting? Hansı nəqliyyat vasitəsi daha sürətlidir? Aeroportdan şəhərə. From to. Dandan A. Fənlərlə uşaqlar in işlənir. In history. My sister has just passed her exam in history. Tarixdən imtahandan keçdi. Goodla nə işlədirik? Good at. Yenə fənlərlə nə işlədirik bayaq dedik? In. Make progress in English. In English. Pro'la nə işlədirdik biz? Of işlədirdik. In-lə of olan variant hardadır? C variantıdır. English nədir və fənn adıdır da? İnkişaf əldə etdi, İngilis dilindən olar da, yəni fəndən olar da. Sonra good-la nə işlədirdik bayaq? Good at. He is good at playing tennis. He had to work hard at his English. Yox, orada nə olacaq? He is good in playing tennis. Ha? Ha? He had to work hard at his English. Burada yəni İngilis dil dərsində də had to work hard at his English. Yəni İngilis dil dərsində çox çalışmalıdır, yəni mənasında burada. İngilis dil dərsində çox çalışmalıdır. Onsuz da birinciyə uyğun baxırsan, good at-dir, elə oradan cavab çıxır onsuz da. Hər ikisinə uyğun gələn deyir də orada cümlədə, yəni birinə uyğun gələn demir ki. Sonra, bayaq biz bunu dedik əslində, bir daha qayıt deyirik. Deyir ki, burada yəni də absent-dan nə işlədik biz? Absent from, dandan iştirak etməmək.
Present'dan at işlənir, absent'dan from işlənir. İkincidə from'u tapdın. It's unwise of you. Bu ifadə uşaqlar. It's unwise of you. Bu sənin axmaqlığındır. Yəni axmaqlığındır ki, yəni yaxşı ağılsızlığındır ki, to be absent from lessons so often. Dərsdən tez-tez qalmağın sənin axmaqlığındır. Give. Give-də qayda necədir? Və burada qaydamızı qeyd etmişik ki, give-dən sonra, send-dən sonra, post-u, bu kimi feillər ki var, onlardan sonra 2 dənə tamamlıq gəlir adətən. Və 2 tamamlıq gələndə əgər insan anlayışı gəlib, sonra cansız gələrsə normal işlədirik. Cansız gəlib, sonra insan gələndə qarşısına nə qoyuruq? To qoyuruq. Məsələn, baxın, misalda qeyd edək. Bax, give me the book. Give me the book. Bir də deyirəm ki, give the book to me. Bax, məsələn, he gave the book to me. Bax, birincidə fikir verirsiniz? He gave me the book. İkincidə isə he gave the book to me. Yəni, A olan tamamlıq ikinci yerdə gələndə qarşısına to qoyursan. Birinci yerdə gələn normal işlədirsən. Burada da nə deyirində? Give me. İnsan anlayışı birinci gəlir. Give me your illustration. İnsan sonra cansız gəlir. Buna görə nə olacaq? Boşluq. Don't give them. Them deyəndə burada nəyə nəzərdə tutur? Illustration. Cansız. To canlı. Cavab oldu nə deyə var? Bax, give me. İnsan gəldi birincidə. İkincidə cansız, sonra insan gəldi. Sonra when you know the answers to the questions, deyir ki, əgər sən sualın cavabını bilsən, answer them without. Yəni answer'dan sonra answer əgər burada fiil kimidirsə, ondan sonra boşluq olur da. Bayaq deyir answer, visit, respect, özlərinə sonra sözünü tələb etməyən feillərin arasında var idi. Bayaq dedik orada, yadınıza qaldı orada bayaqların. Bax, answer, ən başda qeyd etmişəm. Bax, answer, visit, respect, bunların sonra sözünü işlənmir. Answer sözü isim kimi olanda to işlənir amma. Burada answer feil kimi. Birincidə boşluğu dedik. Without rising. Nədir orada? Qalxmadan. From your seat. Oturacağından qalxmadan. From dan. Sonra computer helps me. Help'dən sonra sözünü işlənmir. Help me. Help to me olmur. Help me. Help'dən sonra sözünü işlənmir. In my studies. Yəni mənim çalışmalarımda, araşdırmalarımda mənə çox kömək edir. Bayaq demiş kimi fəndlərlə in işlənir. Aprelin 14-ü 1912-ci il olur 10. Çünki niyə aprelin 14-ü nədir? Gündür. Günlərlə nə işlədirik? 10. Birincidə 10'u tapdın. Sonra the Titanic hit an iceberg in the Atlantic Ocean. Atlantik okeanda. Okeanda nə olmalıdır? In. Çaylarla, dənizlərlə onlarda in. They lived, onlar yaşayırdılar kənddə. Kəndlə nə işlədik? Kənd, şəhər, ölkə, bunlar nə işlədirik? In. Gölün yaxınlığında, near. Göldən olmur da, yəni ikinci tərəfdən. Sonra, yesterday, mən dünən getdim evə, dostum ilə, avtobusla, avtobus vasitəsilə. Nə olacaq indi? Dostum ilə birlikdə, avtobus ilə. Ask somebody for something. You may ask me about anything you like. İstədiyin hər şey haqqında. Ask somebody for something da var. Kiməsə nəsə üçün xahiş etmək. Bu askdan sonra bayaqlarım dedik, o qaydanı bayaq dedik biz hardaydı bilirsiniz. Burada qeyd etmişdik, yanınıza gəlirsə, bayaqlarım o. Speak, talk, say, bunlardan sonra to somebody about something. Amma tell-lə aslında necə idi? Somebody about something. Görürsünüz? Ya bu əvvəldən var idi, bu dəqiqə yazmadıq ki. Deməli, ask somebody about something. Day ilə nə işlədirik? On a hot day. Daylər günlə işlədirik on. Birincidə onu tapdın. Sonra on the way to, on the way from. O da ifadədir. On the way to gedən yol. On the way from gələn yol. Sonra taking off a hat was a sign of respect. Yəni papağını çıxartmaq deyir. Hörmət əlamətidir. Hörmət əlamətidir. In Azərbaycan, Azərbaycanda. In Azərbaycan, in old times, qədim zamanlarda. Yəni böyük periodlarla in işlədirik də.
doğrultusunda. Birincidə Azərbaycan yer bildirir, ikincidə isə zaman anlayışı ilə işlədir. Sonra deyir ki, one of the women stole the research papers from the library. Kitabxanadan from. These photos were taken. Bax, were taken deyəndə uşaqlar, burada take photo ifadəsinin mənası nə deməkdir? Şəkil çəkmək. By my friend with a mobile phone. By with var variantda, baxaq görək. Var. D variantıymış. By with. Bax, görürsən? Mənim dostum tərəfindən fotoaparat ilə. Great changes have taken place in our country. Uşaqlar, bu cümlə hansı zamandadır? Bitmiş. Bitmiş zamanda olduğuna görə nə işlədəcək? Since. O vaxtdan bəri. At the beginning, at the end da düzdür, normalda bilirik ki. Amma biz bilirik ki, at in onun yerinə, bitmiş zaman olanda nə işlədirik yerinə? Since. Və bunu da hətta inanın ki, bunu da qeyd eləmişik desəm, yanılmarıq. Çünki bunu xatırlayıram ki, belə bir şey var bizdə. Yox. At the beginning, at the end. Burada var bax. At the beginning, at the end. Bax, burada fikir verin. They have repaired the machine since the beginning of last year. Bax, görürsən, since qoymuşam. Çünki niyə? Bax, yuxarıda yazmışam at the beginning, at the end of'dur. Amma bitmiş olduğuna görə burada since işləmişik. Görürsünüz misalı. Yəni, burada da var. Sonra wait ilə nə işlədirik uşaqlar? Wait for an answer. Wait ilə for. Nəyisə, kimisə gözləmək. Axırıncıda for'u tapdıq. Deyir ki, the officer was so angry that he asked me question after question without waiting for an answer. Deyir ki, zabit deyir, çox əsəbi idi və o mənə sual ardından sual soruşurdu, cavab gözləmədən. Question after question nə deməkdir? Sual ardından sual. Yəni, deyən olmur, sual içində sual olmur da, yəni orada uyğun gəlir. Sonra, my son did the job alone. Mənim deyir, oğlum deyir, işi deyir, tək gördü. Without asking me for help. Asdan sonra söz ön işlənmirdi. Boşluq olan variant axtarmaq ikincidə. Ask somebody for something. Mənası o deməkdir ki, kiməsə nəsə üçün xahiş etmək deməkdir. Ask somebody for something. Without asking me for help. Ask somebody for something. Bir daha deyirəm. Kiməsə nəsə üçün xahiş etmək deməkdir. Bax, burada visit sözü feil kimidir. Feil kimi olduğuna görə boşluq olmalıdır. Axırıncıda boşluq olan variantı tapırsan, cavabı tapırsan. In London, Londonda popular place of tourist. Turistlərin məşhur yeri olur nə? Ofla. Sonra lastdan sonra zaman gəldiyinə görə olur boşluq. Bayaq deyil. Last, nextdən sonra zaman gəldiyinə görə boşluq. Axırıncıda boşluğu tapdınsa went nədir? Went. Go-nun keçmişidir da, hə? Go-dan sonra bayaq deyil ki, business səyahətinə getmək olanda on olurdu. Go on business. To London. Elə ki, bax, go-ya görədir də. Go on business to London. Go to London on business. Go to London on excursion. Go on excursion to London. Bax, belə. Left living keçmişidir. Olur boşluq ya da for. Ya boşluq olacaq ya da for olacaq. Amma to olmayacaq. Bunları çıxdıq. İndi burada müddət gəlib. A week, bir həftə müddətində. Orada ya ət işlənməlidir, ya in işlənməlidir, ya da for işlənməlidir. Ət işlənməz. Bu da getdi. İndi burada da yenə müddət gəlib və gələcək zamandır. Bayaq deyik ki, gələcək zamanla müddət işlənən nə işlədirik biz qarşısında? In, ay soğuk. Digər halda müddət gələn nə işlədirik? For. Bax, a week nə deməkdir? Bir həftə müddətində. Biz müddətlə nə işlədirdik? For. Since-lə for'un fərqi nə idi? Bir həftə müddətində. Since filan vaxtdan bəri idi, for isə keçən müddət idi. In də müddətlə işlənir, amma in hansı zamanda işlənir adətən dedik? Gələcək zaman. Yəni sonrakının içində, müddət içində deməkdir. Həftənin gündən sonra gün hissəsi gələndə 10 işlədirdik. Birincidə onu tapdın. By taxi, minik vasitələrlə by işlədirdik. Cavabı tapdıq. Draw to the station, dayanacağa sürmək. Niyə burada ət olmadı? Dayanacaqda sürmək olmurdu, dayanacağa sürmək olar. Sonra deyir ki, uşaqlar oturdular skameykanın üzərində 10. Birincidə onu tapdın. Watch'dan sonra sözünü işlənmir. Watch'dan sonra sözünü işlənmir. Deyəcəksən, hardan bilirik? Çünki o sözünü işlənməyən feillərin arasında watch da var.
Yəni burada bax sözün işlənməyən feillər ki qeyd etmişik. Onların arasında bəli nə var? Watch da var. Bax, watch tapa bilsə inşallah ki. Yoxdur. Var. Bax burada. Deməli Deməli, ən axırıncı bu səhifənin sualıdır. Deməli, burada iki dənə vaxt var. Biri 11-ci əsr, biri 14-cü əsrdir. Deyir ki, from the beginning of 11th century, 11-ci əsrin başlanğıcından 14-cü əsrə. From the beginning of 11th century to 14th century. Burada belə bir dənə şey var da. From to, bir də var from till ya da until. Dandan a, bir də dandan qədər dək. Burada iki dənə müddət var. 11-ci əsrdən 14-cü əsrə deməlidir əslində. Prosta burada başlanğıcından, 11-ci əsrin başlanğıcından 14-cü əsrə. İki dənə vaxt olduğuna görə nə qoyursun orada? From to, from till, from until qoymuş olursun. Deməli, burada nə var? Agree. Agree ilə necə işlədirdik? Agree with somebody. With. Birincidə with'i tapdıq. Go to country. To. Həftənin günlə nə işlədirik? On. Sunday ilə də 10. Sonra stay nə deməkdir? Qaldılar. Burada day var. Bax, day'i görürsünüz. Gün. Günlə 10 işlənməlidir. Günlə 10 işlənəni tapırsan, cavabı tapırsan. Şəhərlə in işləndi. Go-dan sonra yenə to işləndi. Vent də go-nun keçmişidir. Have an exam in. Take an exam in ifadədir. Have an exam in. Həftənin günündən sonra gün hissəsi gələndə 10 işlədirik. Next-dən sonra zaman ifadəsi gələndə işte işlətmirik. Last, next, this, every-dən sonra. Cavab oldu nə? In, on, boşluq. İkinci mərtəbə, birinci mərtəbədən haradadır? Aşağıda, yuxarıda. 2-1-dən haradadır? Yuxarıda. Lakin üçüncü mərtəbədən haradadır? Bunda olur nə? Above, below. Above yuxarıda, below aşağıdadır. Sonra answer sözü feil kimi olanda ondan sonra sözünü işlənmir. Boşluq olmalıdır. Depend-lə uşaqlar 10 işlənir. Azərbaycan dilində kimi düşünürlər? Depend from, dandan asılı olmaq. Amma depend-lə 10 işlənir. Concern about, nədənsə narahat olmaq, bu düzgündür. Leave-lə ya boşluq olur, ya da from olurdu. Ona görə boşluq olmalıydı. Go on cruise. Deyəcəksiniz ki, niyə on olur orada? Uşaqlar, go on cruise-un mənası o deməkdir ki, dəniz səyahətinə çıxmaq yəni deməkdir. Səyahətə getmək mənasında həmişə 10 işlənir. Go on cruise. Bu ərazi sürətli şəkildə inkişaf etdi. Balaca bir məskəndən inkişaf etmiş turistik əraziyə. Olacaq nə orada? From to, from into, dandan a. İki dənə şey var da. Bundan ona. Elot. Elotu görəndə of yazmaq istəyirik. Amma bilmək lazımdır ki, həmən ofda iki dənə f yoxdur, bir dənə f var. İkincisi, elot ofdan sonra tək isim gəlmir, cəm isim gələr. Demək, orada elot nə kimidir onda? Zərfdir. Mən çox şey deyə bilərəm bir insan haqqında, about, onun əl yazısından, from. Başa düşdü? Mən bir insan haqqında çox şey deyə bilərəm, onun əl yazısından. Elot ofdan sonra necə isim gəlməlidir? Cəm gəlməlidir, uyğun gəlməlidir. Burada nədir? A number of ifadəsi ortaya large sözü girə bilər. A number of, birində bir dənə f ilə. Sonra burada cümləmiz hansı zamandadır? Bitmiş. Bitmiş olanda zaman bildirən sözün qarşısında nə işlədirdik uşaqlar biz? In işlətməkdə nə işlədərik? Since işlədərik. In işlətmərik, since işlədərik. Qalır cavab nə? Yəni miqrantlar gəlmişdilər İspan dilində danışan ölkələrdən Amerikaya 1980-ci ildən bəri. Since. Enter'dan sonra sözün işlənmir. Yenə də deyəcəksiniz, hardan bilirsiniz? Çünki burada olmalıdır. Burada bax, enter. Görürsünüz, enter'dan sonra sözün işlənmir. Qırmızı elədim. Mən enter'dan sonra sözün işlənməyəni tapdınsa, deməli, lastdan sonra zaman gəldiyi üçün burada da boşluq olmalıdır deyə fikirləşsən. University of Cambridge nə deməkdir? Cambridge Universiteti olur. Cavab E variantı. Devam edirik.
This is a letter. Bu məktubdur. Mənim sevimli bacıma ya da bacımdan. Ne olar? Bacıma, to, bacımdan, from. Cavab oldu nə? 2, 4. Uşaqlar deyir ki, hansı variant yanlışdır, səhvdir. Bizim bəzi feillərimiz vardır ki, burada to verib, görsənmi to? Məsələn, come'dan sonra to işlənərmi? İşlənər. Come to. Olar. Move'dan sonra to işlənərmi? İşlənər. Bu da olar. Return'dan sonra to işlənərmi? Olar. Bu da olar. Reach'dən sonra sözün işlənməyən feillərdən biridir. Left'dən sonra da ya boşluq işlənir, ya da for işlənir. Bundan sonra to işlənir. İndi yanlış olan variant hansı olmuş oldu? 1 ilə 5. Mən plus qoyduqlarım işlənə bilirdi deməkdir. Olmayanlar soruşurdu. 1 və 5. İndi deyəcəz ki, reach'i hardan bilək? Reach'i də dəqiq ki yazmışam. Bəli, o watch'un altında var, o buradadır. Hətta say elədim ki, görəsiz. Left'dən sonra bilirik ki, ya for ya boşluq. To left başqa şey, to left yox, to leave var. Leave. Magmagdir oradakı qabağı. Yəni feilin qabağındakı to magmagdir, feildən sonra gələn to a-ədir. Answer. Answer sözü burada nə kimidir? Feil kimidir. Və burada baxın, bizim eyni bu suala baxın. Görsən suala bax bir dənə. Görsən? Amma düzdür. Yəni burada da bax, eyni bax. Görsən nə yazmışıq? Bu feillərin bəziləri isim kimi işlənir, orası to işlənir. Lakin feil kimi işlənir, to işlənmir. Answer, visit, respect, help, approach və s. His answer to my question, he answered my question. Tusuz. İndi burada da cavabımız necə olurdu bu sualda? Cavab olurdu nə? 1 ilə nə idi? 4 idi. İndi gəlirik topludakı suala. Burada qabağında hamısı to var. Hamısı to varsa, demək bunlar nədir? Feildir. Feil kimisə onların sonu nə işlənməz? To işlənməz. Cavab olan nə variantı? 2 və 4. Başa düşdük məsələni? Yəni sözün qabağında to işlənibsə demək o nədir? Feildir. En artıq işlənibsə nədir? İsimdir. The letter is, bu məktubdur. Mr. Nixon'dandır. Mr. Nixon üçündür. Yəni boşluq olsa olur ki, bu məktub Mr. Nixon'dur. Between'dən sonra da əlaqəsi yoxdur. 2-5, 2-4 nədir? 2-5. 2-5. Deməli, bəzən bax sizdə də belə ola bilər. Üstə görürsən 2-5 işarələmişəm, altda 2-4 yazmışam. Deməli, Mr. Nixon'dandır, Mr. Nixon üçündür. Between olmaz, Mr. Nixon arasındadır, Mr. Nixon'dur. Mr. Nixon'un bəli deyil, olmur. Quş uçdu, qəfəsin içinə istiqamət gəlməlidir də. Bir də çölünə, içindən çölə, out of. 2 ilə 3. İstiqamət varsa, istiqamət bildirən. Qəfəs ilə uçdu. Yəni əslində biraz düzdür. Köhnə test topuza bunu götürməmişlər. Yəqin ki, təzə də bunu götürməyiblər. Qəfəs ilə uçdu. Əslində bu da ola bilər əslində. Bilmirəm, bunu düzgün yəqin götürməyiblər böyük ehtimal ki. Yəni qəfəsi götürüb uçdu da, yəni quş. Qəfəslə birlikdə. Qəfəsin çölünə uçdu. Qəfəsin içinə uçdu. Qəfəs ilə uçdu. Biraz ola bilər. Quş qəfəslə bir yerdə uçdu. Yanında da. Qəfəsli özü ilə bir yerdə aparır da, yəni üstündə. Keep in touch. Keep in touch with somebody. Qulaq as. Keep in touch with somebody. Bu bizim ifadələrimiz arasında vardır uşaqlar. Keep in touch with somebody ifadələrimiz arasında var. Get in touch, keep in touch. Düzdür, cavab ver. Bax, 76-cıda baxın, 76-cıda bax. Get in touch with somebody. Keep in touch with somebody. Düzdür mü? Deməli, burada da keep in touch with somebody bir düzdür. Cut by a knife yerində necə işləməlidir uşaqlar burada? With a knife olmalıydı. Bıçaq ilə, vasitəsilə. Go by train düzdür. Enter'dan sonra uşaqlar sözün işləmir, ona görə səhvdir. Enter'dan sonra boşluq olmalıdır. Bayaqki sözün işlənməyən feillərdən biri idi. Cavab olur 1 və 3. By a bus olmaz da necə olmalıydı? By bus, A-siz. On foot düzdür. In motorbike səhvdir. Necə olmalıydı? By olmalıydı. By bicycle düzdür. Bayaqdan dedikdə minik vasitələrlə by işlənir. On foot, A-siz.
Bayaqlam, ha? Birincide 10. Ya o ne bas olar, ya da bay bas olar. Qayda belə idi də, bay, bas, ya da o ne bas. Düzdürmü? Piyada olanda 10 foot. Burada da by underground düzdür. With foot yerinə 10 foot olmalıdır. In your car bu düzdür. Bayaq dedik də by car. Düzdürmü? Mini vasitəsi. Amma in a car, in the car, in his car, in your car. Təyinləyici olanda nə işlədirdik? In işlədirdik. Ona görə 3 düz. Buy a taxi, buy taxi. Elsiz olmalıydı. Leave-dən sonra söz önü işlənmir. Bir düz. Visit fail kimidir deyə söz önü işlənmir. Go by car düzdür. Cop of yox, cop biz olmalı. Bu da ifadə olaraq var bizdə. Bir şeyin öhdəsindən gəlmək deməkdir. Mən sizə yazdığım kitabda ifadələr arasında vardır. Bu qədər idi. 117 dənə, hə? Uğurlar uşaqlar, inşallah ki işinizə yarayar. İnşallah. Çok sağ olun. Siz də sağ olun. Siz də sağ olun. İnşallah şu ekran kaydı.